Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina habibi kulubina şefi'i zunubina Ebil Qasim Muhammed. Ve ala alihi tayyibin tahirin el ma'sumin el mukerremin. Rabbi şirah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Qala Allahu Teala fi muhkem kitabih. Len yenalallaha luhumuha ve la dimauha. Velakin yenalhu taqwa minkum. Amennâ billah ve sadakallahul aliyyul azim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu aziz müminler. Cümə gününüz mübarək olsun. Sizləri və özümü İlahi təqvaya dəvət edirəm. Təqva dünya və axirətin ən böyük azuqəsidir. Necə ki Allah Teala buyurur: "Və təzəvvədu fə innə xeyrəzzadət təqva." Azuqa toplayın, azuqa yığın. Ən xeyirli azuqa isə təqvadır. Biz İslamın böyük bayramlarından olan Qurban Bayramının ərəfəsindəyik. Və bu əzəmətli bayram özündə böyük, ali dəyərləri ehtiva eləyir. Bu bayram özündə imanı, təslimiyyəti, Allaha itaəti, fədakarlığı, mərhəməti və Allah yolunda əta etməyi əks etdirir. Qurban bayramı Rəbbani bir kişinin, fədakar bir insanın, tövhid qəhrəmanı Həzrəti İbrahim əleyhissalamın fədakarlığının rəmzidir. Bilirsiniz ki, həccin əməllərindən biri də Zilhiccə ayının 10'unda hacı Məkkədə, daha doğrusu Məkkənin kənarında olan Mina çölündə qurban kəsir. Hər bir müsəlmana, Minada olan hər bir müsəlmana, yəni həcdə olan hər bir müsəlmana vacibdir ki, orada Allahın insanlara bəxş etdiyi heyvanlardan birini qurban kəssin. Qurbanlığın özündə müxtəlif mənalar, dəyərlər, sirlər ehtiva eləyir və həmin mənalardan biri də Həzrəti İbrahim əleyhissalamın, tövhid qəhrəmanı İbrahim əleyhissalamın xatirəsini yaşatmaqdır. Bilirsiniz ki, Qurban Bayramı təkcə bir ictimai münasibət deyil. Qurban Bayramı təkcə yeyib, içmək, sevinmək, şadlanmaq mənasını daşımır. Qurban bir iman məktəbidir. Elə bir əzəmətli iman məktəbidir ki, burada insana öz həvai nəfsinə necə qalib gəlmək öyrədilir. Burada insana öyrədilir ki, insan Allahın rızasını hər şeydən necə üstün tuta bilər. Qurban Bayramı Həzrəti İbrahim əleyhissalam və oğlu İsmail əleyhissalamın qissəsi ilə bağlı olan bir bayramdır. Ki Allah Teala bu iki mübarək şəxsin qissəsini qiyamət gününədək ehya edibdi, diri saxlayıbdı və bizə də əmr edib ki, bunu diri saxlayaq. Bu bayram əslində böyük bir ilahi imtihan idi. Bilirsiniz ki, Allah Teala Həzrəti İbrahim əleyhissalamı çox sınaqlara çəkdi. Necə ki, Bəqərə surəsində də buyurulur: "Və iz ibtələ İbrahimə rabbuhu bi kelimatin fəətəmməhun." Rəbbi İbrahimi bir çox sınaqlara çəkdi və İbrahim bütün bu sınaqların hamısını nə etdi? Tamamladı. Bütün imtihanları yerinə yetirə bildi. Üzü ağ çıxa bildi. Həmin sınaqlardan biri də bu idi ki, İbrahim əleyhissalam ahıl yaşında, qoca yaşında Allah ona bir övlad bəxş etmişdi. Hədislərə baxsaq 70 yaşdan sonra İsmail dünyaya gəlmişdi. Və ən böyük sınaqlardan biri də bu oldu ki, Allah Teala Həzrəti İbrahim əleyhissalama İsmaili kəsmək əmri verdi. Bu cür bir sınaqla üzbəüz qoydu. Quran-ı Kərim bu məsələni bu cür bizə təsvir eləyir. Saffat surəsi 99 və 108-ci ayələr. Və qalə inni zahibun ila rabbi seyahdin. İbrahim öz qövmünü tərk etdi. Dedi ki, mən Rəbbimə doğru gedirəm, o məni hidayət edəcək. Allaha doğru bir hicrət etdi, bir mənəvi hicrət. Bütün batil inanclardan, bütün puç, mənasız ləğv işlərdən üz çevirdi. Allahdan savaya hər şeydən üz çevirib Allaha üz tutdu. Sonra dua etdi, dedi: Rəbbi həbli minəs salihin. Rəbbim mənə salih övladlardan bəxş et. Fəbəşşərnəhu bi gulamin halim. Biz ona gözəl, halim bir oğlan uşağı ilə müjdə verdik.
Fələmmə bələğə ma'hu sə'yə. Elə ki, deyir, o uşaq böyüyüb İbrahimin yanınca qaça bildi. İbrahimlə birgə gəzə bildi. Nə oldu? İbrahim övladına dedi, ya bunəy inni ərə fil mənəmi ənni əzbahukə. Dedi, oğlum, mən yuxuda görürəm ki, sənin boğazını kəsirəm. Yəni, səni qurban kəsirəm. Peyğəmbərlərin yuxusu ilahi bir əmirdir, vəhiydir. Peyğəmbərlər batıl yuxular görməz. İlahi əmirlər Peyğəmbərə ya yuxu vasitəsilə gələr, ya bir qeybdən bir səs eşidər, ya da hər hansı bir cisimdən səs çıxaraq, ya da vəhiy mələyi enərək Peyğəmbərə vəhiy çatdırar. Elə ki, Həzrət İbrahim əleyhissalam oğlu İsmailə dedi ki, İnnə ərə fil mənəmi ənni əzbahukə. Mən yuxuda görürəm ki, mən sənin boğazlayıram, sənin boğazından kəsirəm. Fanzur məzə tərə. Bax, gör, nə fikirləşsən, nə deyirsən? Oğlu İsmaildən soruşur bunu. Qalə, yə əbəti ifəl mə tu'mər. Həzrət İsmail əleyhissalam dedi ki, atacan, sən əmr olunanı yerinə yetir. Sətəcidun inşallahi minəs sabirin. İnşallah məni səbr edənlərdən görəcəksən. Fələmmə əsləmə. Hər ikisi təslim oldular. وَتَلَّهُ لِلْجَبِينَ. İbrahim İsmail'i üzü üstə yerə yıxdı. Bəzi hədislərdə var ki, alnını yerə qoydu ki, üzünü görməsin. Başını arxadan kəsmək istəyirdi ki, üzünü görməsin ki, övladının üzündə hər hansı bir kədər, qüssə, qəm görər və bunun fikrindən yayındırar. Elə ki, deyir, bu vəziyyətə gəldi, çatdı, elə ki, onu yıxmaq üçün yerə kəsdi. وَنَادَيْنَهُ ən yə İbrahim. Biz səslədik, dedi, ey İbrahim, qad saddaqtar röya. Sən yuxunu təsdiqlədin, sən bu sınaqdan keçdin. İnnə kəzəlikə nəczil muhsinin. Biz yaxşılıq edənləri bu cür mükafatlandırırıq. Biz yaxşılıq edənləri belə mükafatlandırırıq. Və bu açıq, aşkar bir sınaq idi. Və fədəynəhu bizibhin azim. Biz ona əzəmətli bir qurbanlıqla əvəz etdik, fidyə verdik. Və tərəknə aleyhi fil əxirin. Və sonradan gələnlər arasında İbrahimin gözəl xatirəsini, gözəl adını qoyduq, qaldı, yaşatdıq bu cür. Bu ayələr Qurban Bayramı ilə bağlı olan həmin bu hadisəni özündə ehtiva eləyir ki, Allah Teala Həzrəti İbrahim əleyhissalam əmr edir ki, get öz övladını öz əlinlə kəs. Çox böyük bir sınaqdır, çox bir ağır bir sınaqdır. Amma Həzrəti İbrahim əleyhissalam heç bir etiraz etmir. Heç bir tərəddüd etmir. Çünki qəlbi Allah sevgisi ilə doludur. Allaha olan inamla doludur. Bir çox sınaqlardan üzü ağ çıxmışdı İbrahim əleyhissalam. İndi ən böyük sınaqlarının birinin qarşısındadır. Sanki qoca bir bağban səhrada bir ağac əkib, böyüdüb, başqa bir ağac yoxdur. İndi ona əmr olunur ki, get bu ağacı kəs. 13 yaşına gəlib çatıb İsmail əleyhissalam. Övladın ən gözəl, ən şirin vaxtıdır. İmam Cəfər Sadiq əleyhissalamdan soruşdular ki, övladın gözəl dövrü, vaxtı, hansı vaxtı deyir? O vaxtı ki, valideyn arxasınca baxar, onun yerişinə, boyuna, buxununa baxıb fərəhlənər, içində bir sevinç hissi duyar. Belə bir yaş dövründə idi İsmail əleyhissalam. Həzrət İbrahim əleyhissalam indi bir sınaqdadır. Amma İbrahim əleyhissalam fikir verin, istəyir oğlunu da bu sınağa qoşsun. Oğluna deyir ki, mən yuxuda görürəm ki, səni kəsəcəm. Fanzur məzə tara, sən nə fikirləşsən? İstəyir o da nəfslə cihadda onu ilə şərik olsun. İstəyir ki, İsmail əleyhissalam da Allaha təslimiyyətin, Allahın razılığını hər şeydən üstün tutmağın şirinliyini dada bilsin. Və İsmail əleyhissalam nə buyurdu? Ya əbəti if'al mə tu'mər. Ki, atacan, sənə əmr olunanı sən yerinə yetir. İnşallah məni səbr edənlərdən görəcəksən. Burada fikir versəniz, İsmail əleyhissalamın ifadəsinə ki, ya əbəti deyir, atacan deyir. Yəni, ata oğla deyir ki, mən sənin boğazını kəsəcəm və burada tam ciddidir. Oğulda ataya qarşı hansısa bir əks düşüncə, his, duyğu belə üzə çıxmır. Sözlərində belə o özünü göstərmir. Bəzən biz övladımızı haqlı yerə danlayanda belə etiraz eləyir. Etiraz etməsə də üzünün rənginin dəyişməsindən, hərəkətindən, danışığının tonundan görürsən ki, sənə qarşıdır bu. Halbuki haqq bir məsələdə qınıyırsan onu. İsmail əleyhissalam isə bu sözün müqabilində deyir ki, ya əbəti, atacan, if'al mə tu'mər, sənə əmr olunanı yerinə yetir. Təslimiyyətindən dönmə. Sən Allaha mütləq təslim olanlardansan və eyni zamanda özü də öz təslimiyyətini göstərir. Necə də böyük bir imandır bu.
Və necə də gözəl bir tərbiyədir bu ki, İbrahim əleyhissalam bu cür bir övladı tərbiyə eləyə bilib ki, Allahın iradəsini hər şeydən üstün tutmaq bacardılar. Hər ikisi Allahın iradəsinə təslim oldular. Bu təslimiyyətin ən yüksək zirvəsidir ki, insan qəlbində bir zərrə belə ilahi əmrə qarşı ikrah hissi, etiraz hissi duymasın. Quran-ı Kərimdə bir ayə var, ayədə buyurulur ki, and olsun onlar iman gətirməz ya Rasulallah, ta ki sən onların arasında baş vermiş bir mübahisədə onların əleyhinə hökm verəsən. Bu hökmə təslim olarlar, bunu qəbul edələr və buna görə də qəlblərində sənə qarşı bir zərrə kin olmasın. Yəni, ya Rasulallah, sən onların arasında hakimlik eləsən, birinin əleyhinə hökm verəsən və o əleyhinə hökm verilən kəs sənə qarşı bir zərrə kin hissi duymaya, sənə qarşı qəlbində bir etiraz hissi yaranmaya, onda deyir iman gətirmiş olarlar. Mütləq təslimiyyət budur ki, İbrahim əleyhissalam və İsmail əleyhissalam hər ikisi sınaq verdi. İbrahim əleyhissalam göstərdi ki, ən əziz olan bir şey, onun üçün ən əziz olan bir şey Allah yolunda verməyə hazırdır. İsmail əleyhissalam da göstərdi ki, candan şirin bir şey yoxdur. Canını Allah yolunda fəda etməyə, qurban verməyə hazırdır. Qurbanlıq özündə fədakarlığın həqiqi mənasını əks etdirir. Əslində Allah Teala İsmail Peyğəmbərin qanının tökülməsini istəmirdi. Allah istəyir ki, Həzrət İbrahim əleyhissalam sınaqda uğur qazansın, bu sınaqdan keçə bilsin. Allah Teala istəyir ki, İbrahim əleyhissalam Allah olan sevgisini, Allah olan məhəbbətini, eşqini ispat eləyə bilsin. Xəlil, Allahın dostu, övladını kəsmək istəyir. Cəlil, Allahu Cəllə Cəlaluhu, Cəlil Allahın adlarından biridir. Cəlil olan Allah isə bütün səbəblər onun ixtiyarında olduğu üçün buna izin vermir. Və bu imtihan uğurla başa çatır. Uğurla başa çatdıqdan sonra mükafat gəlməlidir. Və fədəynahu bizibhin azim. Biz onu böyük bir qurbanlıqla əvəz etdik. Böyük qurbanlıq Həzrəti İbrahim əleyhissalamın sınaqda, bu imtihanda, bu ilahi imtihanda qalib gəldiyi, imtihandan çıxa bildiyi üçün ona verilmiş bir mükafat əslində. Bir neçə mənada var bu böyük qurbanlıq. Zibhun azim nədir? Bəzi hədislərimizdə də var ki, bu İmam Hüseyin əleyhissalama işarədir. Ki Allah yolunda qurban kəsiləcək, başı arxadan qurban kəsiləcək, Peyğəmbər sülaləsindən, İbrahim əleyhissalam sülaləsindən olan Həzrəti Muhammed sallallahu aleyhi və səlləm Həzrəti Rasulullahın ciyərparəsi həmin o əzəmətli bir qurbandır. Çünki gətirilmiş qoç Allah tərəfindən ki, qoç göndərildi İsmailin əvəzinə kəsilsin, bu zibhin azim böyük qurbanlıq ola bilməz. Bu İbrahimdən böyük ola bilməz. Bu bir rəmzi bir məsələdir. Böyük qurbanlıq hələ zamanı gələcəkdi ki, o zaman gəldi ki, İmam Hüseyin əleyhissalam o cür şəhadət şərbətini içib, bu damarından bu damarına başı Allah yolunda, haqq yolunda, həqiqət yolunda kəsilərək qurban getdi. Ona görə də xanım Zeynəb salamullahi aleyha nə dedi? Dedi, Allahumma təqabbəl minnə həzəl qurban. İlahi bu qurbanı bizdən qəbul eylə. Həzrət İbrahim əleyhissalamın mükafatlarından biri də budur ki, Allah Teala onun bu əməlini bir ibadətə çevirdi. Ki bu ibadət 1000 illər davam etdi və indən belə də qiyamətin gününə də davam edəcəkdi. Ona görə də ayədə buyurur ki, və tərəknə aleyhi fil əxirin. Biz sonradan gələnlər arasında onun üçün gözəl ad, gözəl xatirə qoyduq, yaşatdıq. Həqiqi qurbanlıq əslində kəsilən o heyvanlar deyil. Həqiqi qurbanlıq budur ki, insan Allaha itaət yolunda şəhvətindən keçə bilsin. İnsan haqq üçün təkəbbürlüyündən keçə bilsin, təkəbbürlüyünü qurban verə bilsin. İnsanlara xidmət üçün rahatlığını qurban verə bilsin. Fəqirlərin yolunda malını qurban verə bilsin. Allahdan savayı nə bağlılıq varsa onlardan qurtula bilsin, onları qurban versin. Qurbanın mahiyyəti budur. Forma biz müəyyən bir heyvan kəsirik. Allah yolunda Allahın bizə əmr etdiyi dəvə, inək, qoyun, keçi bu heyvanlardan birini kəsirik. Amma məzmun olaraq əslində insanın qurban verəcəyi insanın şəhvətidir, insanın heyvani, nəfsani istəkləridir, insanın Allahdan savayı olan bağlılıqlarıdır.
Yəni insan öz iradəsini Allahın iradəsində fəna etməlidir. Allahın iradəsində qurban kəsməlidir. Hədis-i qüdsüdə buyurulur, Əmir əl-Mömin əleyhissalam buyurur ki, Allah Teala Davud əleyhissalama belə vəhy etdi. Ya Davud, turidu və urid. Ey Davud, sən də istəyirsən, mən də istəyirəm. Allah da istəyir, biz də bir şeylər istəyirik. Və la yəkunu illə ma urid. Amma Allah buyurur ki, yalnız mən istəyən olacaq. Ey Davud, sən də istəyirsən, mən də istəyirəm, amma yalnız mən istəyən olacaq. Fəin əsləmtə limə urid. Əgər mən istədiyimə sən təslim olsan, razı olsan, a'taytuka ma turid. Sənə istədiyini verəcəm. Əgər mən istəyənə təslim olmasan, razı olmasan, səni öz istədiyinin yolunda yoracam, yenə də mən istəyən olacaqdır. Allahın istədiyindən başqa bir şey baş verməz. Ona görə də insan öz iradəsini, nəfsinə xidmət eləyən o iradə ki, nəfsin daimən istədiklərini seçir, bunu Allah yolunda insan fəda verməlidir. Öz iradəsini Allahın iradəsində fəna etməyi bacarmalıdır. Bəzən görürsən bir insan məsələn qurban kəsir, zahiri bir heyvanı kəsir, lakin qəlbindəki təkəbbürlüyü kəsə bilmir, həsədi kəsə bilmir, zülmü kəsə bilmir, zülmdən qurtula bilmir. Belə bir insan Qurban bayramının həqiqətinə varmayıbdır. Qurban bayramında bir çox dərslər vardır ki, biz bunları öyrənməliyik. Birincisi Allaha olan itaət. İbrahim əleyhissalam bizə həqiqi mömin necə olmalıdır onu öyrətdi. Ki, həqiqi mömin Allahın əmrindən üstün heç bir şey tutmamalıdır. Hər hansı bir işi ilahi əmrdən önə keçirməməlidir. Onun üçün ilahi əmr hər şeydən üstün olmalıdır. Həvai nəfsindən üstün olmalıdır. Yoxsa bir çox insanlar var ki, bugün görürük ki, Allaha itaat edirlər, amma Allaha itaat onların həvai nəfsi ilə ziddiyyət yaratdıqda, şəriət hökmləri onların istəkləri ilə, nəfsani istəkləri ilə ziddiyyət yaratdıqda şəriət hökmünü atır bir kənara. Nəfsinin istədiyini seçir, nəfsinə itaat edir. Var bu cür insanlar. Deyirsə, məsələn, şəriətin hökmü budur, deyirək, qədimdən qalıb. Mən bu hökmdən razı deyiləm, məncə belə olmalıdır. Allah səncə, məncə, sənin, mənim istəyimə görə hökm nazil etməyib. Allah ən aşağı səviyyədə olmuş insandan ən kamil insana kimi hamıya xitab edərək hökmlər nazil eləyibdir. Və bu hökmlər qarşısında bizdən tələb olunan mütləq təslimiyyətdir. İbrahim əleyhissalam bunu bizə öyrətdi ki, mütləq təslimiyyət lazımdır itaətdə. Yox ki, bəzi məsələlərdə Allaha itaət edəcəksən, bəzi məsələlərdə nəfsin istəyinə oturub duracaqsan. Hər şeyimiz bu cürdür. Həyatımıza diqqətlə baxmalıyıq. Ki, məsələn, bəzi işlər var ki, etiraz edirik və bəzi işlər var ki, onu yerinə yetiririk. Burada amil nədir? Əməllərimizin arxasındakı səbəb nədir? Nəfsani istəklərimizdir, yoxsa ilahi bir əmirdir? Bir möminə bir nəsihət eləyirsən. Burada sən ilahi əmri çatdırmaq üçün eləyirdin bunu, yoxsa özü göstərmək üçün bunu eləyirdin? Biri namaz qılır, gəlib arxasında iqtida etmirəm. İlahi bir əmir var, ona görə iqtida etmirəm, yoxsa mən özümü ondan üstün sayıram. Onu özümdən aşağı görürəm, ona görə iqtida etmirəm. Nəfsdən qurtulmaq lazımdır, qurbanın mahiyyəti budur. Həqiqi mömin Allah itaətini öz havai nəfsindən üstün tutar. Əfərəeytəlləzi ittəxəzə iləhəhu həva. Allah buyurur, o kəsi gördünmü ki, ilahını öz havai nəfsi qərar verib. Onun Allahı onun havai nəfsidir, başqa bir şey deyil. Allah kimi İbrahim əleyhissalam bizə öyrətdi ki, Allah sənə bir şey əmr edirsə, o sənə müxalif olsa da, istəkləri və zidd olsa da, sənin əleyhinə olsa da ona itaat et. İkinci götürəcəyimiz dərs budur ki, iman tərbiyəsi. Baxın İsmail əleyhissalama ki, İsmail əleyhissalam bu cür ali məqama necə gəlib çata bildi? Təslimiyyətin bu dərəcəsinə necə gəlib çata bildi? Çünki salih bir atanın tərbiyəsini görüb. Salih bir ata ona tərbiyə veribdi, yetişdiribdi onu. O ev ki, iman evidir. O evdə salih övladlar yetişər. Əgər bir evdə Allaha olan iman hakimdirsə, əgər bir evdə Allahın istədikləri olursa, əgər bir evdə nə ərin, nə arvadın deyil, Allahın əmirlərinə yerinə yetirilirsə, o evdə təbii ki, salih övladlar yetişəcəkdir. Amma bir ev ki, Allahdan qəflətdədir, bir ev ki, eyş, işrət, əyləncə mərkəzidir, bir ev ki, o evdə hər kəs öz dünyasının dalınca gedibdir, oradan heç vaxt mümkün deyil ki, iman ruhu daşıyan insanlar çıxsın. Çox çətin bir məsələdir bu. Oradan İsmaillər çıxa bilməyəcəkdir. Ona görə də valideynlər, atalar, analar gərək övladlarına qarşı bu məsələlərdə diqqətli olsunlar. Övladlarımıza namazı təlim etməkdə,
onları Qur'anla bağlamaqda, onlara Əhl-i Beyti tanıtdırmaqda və onların qəlblərində əxlaqi xüsusiyyətlər yetişdirməkdə görə səy etməliyik, çalışmalıyıq. Biz bunun məsuliyyətini daşıyırıq. Qurbanlığın ən əsas mahiyyətlərindən biri təqva əldə etməkdir. Allah Teala Qur'an-ı Kərimdə Həcc surəsi 37-ci ayədə qurban kəsmək barəsindəki danışılanda buyurulur: "Lən yenalallaha luhumuha və la dimauha." Kəsdiyiniz qurbanların nə əti, nə qanı Allaha çatmaz. Biz bu heyvanları ki Allah bizə əmr edib kəsirik Qurban bayramı günü, Allahın bunlara ehtiyacı yoxdur təbii ki. Və kəsdiyiniz o heyvanın deyir, nə əti, nə qanı Allaha çatmaz. Allah çatacaq nədir? "Velakin yenalhu taqwa minkum." Təqva çatar Allaha. Qurbanlığın batini budur, təqva əldə etməkdir. Təqva übudiyyətin, Allaha bəndə olmağın sirridir. Təqva özünü hər zaman Allahın huzurunda görmək və o huzurun ədəb ərkanına riayət etməkdir. Təqva budur ki, ilahi əmrləri həmişə yerinə yetirəsən, Allah səni həmişə əmr etdiyi işləri yerinə yetirən halda görsün və heç vaxt səni qadağa etdiyi, çəkindirdiyi işləri yerinə yetirən halda görməsin. Təqva budur ki, Allahın sənə pak verdiyi o ruhu qoruyasan, viqaya sözündəndir, çirkləndirməyəsən, mənəvi çirkaba bulaşdırmayasan. Qurban kəsərkən insan malından keçir, kəsdiyini fəqirlərə ki verir, insanda bir əta formalaşdırır, vermək və özdə müqabilsiz nəyisə bəxş etmək, nəyisə əta etmək. Dünya əhli müqabilsiz heç nə verməz. Dünya əhli bir-birinə bir şey verirsə, bəxş eləyirsə, hədiyyə verirsə, əta edirsə, arxasında dünyavi bir maraq dayanıbdır. Buna görə edir. Dünya əhli yaxşılıqları dünya üçündür. Allah əhlidir, axirət əhlidir ki, müqabilsiz, heç bir müqabil güdmədən, maraq güdmədən Allah xatirinə, Allah üçün verərlər. Allah üçün bəxş edərlər, əta edərlər. Qurban da bunu bizə öyrədir. Bax, təqva budur ki, sən mənəvi cəhətdən Allaha yaxınlaşmaq istəyirsən. Sənin məqsədin Allaha yaxınlaşmaqdır, mənəvi cəhətdən Allaha yaxın olmaqdır. Bu insanda təqva duyğusunu formalaşdırır, inkişaf etdirir təqvanı. Qurban kəsib sən onu paylayarkən möminləri sevindirirsən. Mömini sevindirmək, xüsusilə də fəqir möminin qəlbinə sevinc bəxş etmək dinimizin buyurduğu çox müstəhəb əməllərdən biridir. Əhl-i Beyt əleyhissalamdan nəql olunan hədislərdə çoxunda bu cürdür ki, afdalul a'mal idxalus surur aləl mu'min. Əməllərin ən üstünü mömini sevindirməkdir. Ona görə də qurban kəsərkən təmənnasız şəkildə Allahın buyurduğu kimi qurban ətini fəqirlərə çatdırmalıyıq. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Həzrət Rasulullah buyurdu: "İnnəmə cu'lə hâzəl əzâhi litəşbə'ən məsakinakum minəl-ləhm." Bu deyir, qurbanlar ona görə kəsilir ki, sizin miskinləriniz, yoxsullarınız, o ac yalavac olanlarınız, kasıblarınız ət yeyib doya bilsinlər. Fəət'imuhum, onları yedizdirin, onları doydurun. Bugün məsələn sosial şəbəkələrdə zətdə görürsən və yaxud da bəzi insanlar bu cür deyirlər ki, qurbanlıq kəsmək yerinə o ətin pulunu aparıb fəqirə versinlər. Əslində məsələ nədir? Və yaxud da bəzən görürsən ki, məsələn bu heyvan haqlarını müdafiə edənlər var. Minlərlə insanlar qırılır Fələstində, Yaxın Şərqdə, digər yerdə, Afrikada. İnsan öldürülür, bunun əleyhinə danışmırlar. Qurban bayramı yaxınlaşında bunlar heyvanların hüquqlarını müdafiə edənlər qalxırlar ki, bəs qurbanlıq kütləvi şəkildə heyvanların qırılmasıdır, öldürülməsidir falan filan. Bunları eləyənlər islamofoblardır, bunları eləyənlər dəyərlərdən uzaq olanlardır və bu sözləri deyənlər səmimi olmayan insanlardır. Öz sözlərində belə səmimi deyirlər. Əvvəla İslam dinində xumus, zəkat, sədəqə mədəniyyəti var. Bunların hökmləri var. İslam dini qədər fəqirlərə dəstək olun, fəqirlərə yardım edin, çağırışı edən ikinci bir din yoxdur. Allah dəfələrlə fəqirlərə, ehtiyaclı insanlara verənləri Qur'anda tərifləyib, məth eləyib, təşviq eləyib insanları. Yut'imunət taam, o kəslər ki, acıları yedizdirərlər. Din bunlara çağırış eləyib. Bu isə qurbanlıq dinin başqa bir hökmüdür. Bu özündə başqa bir mənalar əxs eləyir. Əgər biz onların dediyi kimi qurban kəsməyək də, bunun yerinə götürək, fəqirə pul verək, bir müddət sonra bu qurbanlıq hökmü, şəriətin hökmü aradan gedəcəkdir. Sanki buna bənzəyir ki, namaz qılmayın, gedin xeyir iş görün. Oruç tutmayın, gedin xeyriyyəçiliklə məşğul olun. Din qalmadı ki. Bunlar ilahi hökmlərdir, bunlar Allahın hökmləridir. Bunlar kiminsə fikirlərinə və nəzərlərinə görə gəlmiş hökmlər deyil. Ki bu cür
fasid, bu cür əsası olmayan fikirlər sizdə bu ilahi hökmə qarşı laqeydlik yaşatmasın. Qurban kəsilərkən qurbanın kəsilmə vaxtı var, qurbanın paylanma hökmləri var. Kəsilmə vaxtı Minada olan, yəni o kəs ki həcdədir, Minadadır, Zilhiccə ayının 10-u, 11-i, 12-si və 13-ü 4 gün ərzində qurban kəsə bilər. O kəslər ki həcdə deyil, Minadan kənardadır, başqa ölkələrdə yaşayırlar, müsəlmandır. Onların əvvəla qurban kəsməsi Əhl-i Beyt fikrinə görə vacib deyil, müstəhəbdir. İslam məzhəblərindən bəzilərində də bu hökm var ki, həcdə vacibdir, həcdən kənarda vacib deyil. Bəzi məzhəblərdə isə imkanı çatan hər kəsə vacib deyilmişdi. Əhl-i Beyt fiqhində, Əhl-i Beyt məktəbində həcdə olanlara qurban kəsmək vacibdir. Həcdən kənarda olanlara qurban kəsmək vacib deyil. Və bu 3 gündə kəsmək istəsə 3 gündə kəsə bilər. Zilhiccə ayının 10-u, 11-i və 12-si. Yəni qurban bayramın günü, onun sabahı bir də o birisi günü qurban kəsə bilər. Hansı heyvanlar qurban kəsilməlidir? Qurban kəsiləcək heyvanlar dəvədir, inəkdir, qoyundur. Dəvə gərək 5 yaşını tamamlasın, 6-cı yaşını keçsin. İnək 2 yaşını tamamlamalıdır. Hədislərə əsasən keçi də kəsilərsə, keçi də 2 yaşını tamamlamalıdır. Qoyun isə ən azı 7 aylığını tamamlanmalıdır. 7 ayını tamamlayıbsa, artıq onu qurban kəsmək icazəlidir. Kəsilən qurban necə paylanacaq? Quran-ı Kərimdə də bunun ayəsi var. Allah Teala qurbanın necə paylanmasını bizə əmr edib buyurubdur. Allah Quran-ı Kərimdə buyurur: "Fəkulu minha və ət'imu qani'a vəl-mu'tar." Kəsdiyiniz qurbandan özünüz də yeyin, qani olana, yəni ehtiyacı olmayana da verin və yaxud mu'tar, ehtiyacı olub dilənənə də verin. Bəzi insanlar var ki, qanidir, əslində ehtiyacı var, bildirmir ehtiyacını, dilinə gətirmir. Deyir, ona da ver, istəmir ha səndən, amma ver. İstəyənə də ver, gəlib qurban əti istəyib, ona da verginən. Bir hissəsini də özün yeginən. Ona görə də fəqihlərimiz bu ayə əsasən, həmçinin başqa bir ayədə də Allah buyurur: "Ət'imul ba'isel faqir." Fəqir insanlar ki, yoxsul olan insanları doydurun, yedizdirin. Qurban 3 hissəyə bölünər. Bir hissəsini özün yeyərsən, bir hissəsini ehtiyacı olub amma ehtiyacını dilinə gətirməyənə verərsən, bir hissəsini də ehtiyacı dilinə gətirən, istəyənə verərsən. Təbii ki, bu cür bölgü vacib deyil. Bu əmr deyil ki, mütləq belə olmalıdır, özün mütləq yeməsin, yox. Kəsib bütün hamısını fəqirlərə də paylaya bilərsən, verə bilərsən. Bir gün Həzrət Rasulullah sallallahu aleyhi və səlləm bir heyvan kəsilib paylanmasını əmr etmişdi. Heyvanı kəsilib, gətirdilər Peyğəmbərin evinə, xanımlarına dedi ki, paylayın. Rasulullah işinin dalınca getmişdi, qayıdıb gəldi, dedi ki, nə oldu, payladınız fəqirlərə? Xanımlardan biri dedi ki, ya Rasulallah, bizə qalan bir qol oldu, qalan hamısını payladıq. Allah Resulü buyurdu ki, bizə qalmayan elə o qol oldu, payladığımız bizə qaldı. Biz ki, bunu özümüz yiyəcəyik, onun savabı bizə qalmadı, ondan biz məhrum olduq. Allah Teala inşallah gələn günlərinizi xeyirli eləsin, mübarək eləsin. Qarşıdan gələn qurban bayramımız mübarək olsun və Allah Teala bizə və bu cəmə və qəlbindən keçən bütün o möminlərə həcc ziyarətini nəsib eləsin inşallah. Həcdə qurban kəsməyi bizə nəsib eləsin inşallah. Allah bizə İbrahim əleyhissalamın ruhunu, İsmail əleyhissalamın təslimiyyətini, Həzrəti Rasulullahın itaətini və Əhl-i Beytin itaətini nəsib eləsin inşallah. Dualarımızın qəbul olunması üçün Peyğəmbər və pak Əhl-i Beytinə salavat zikr edək.